Salam, bugünkü mövzumuz 20-ci əsr psixologiyasının əsas cərəyanları haqqındadır. 20-ci əsrdə psixologiyada bir sıra cərəyanlar əmələ gəldi. Freydizm, behaviorizm cərəyanları onların içərisində xüsusi yer tutur. Freydizm cərəyanı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində əmələ gəlmişdir. Qərb ölkələrində qısa müddət ərzində incəsənətə, ədəbiyyata, insanla bağlı müxtəlif elm sahələrinə, xüsusən təbabət, antropologiya, sosiologiya, mədəniyyət tarixinə, pedaqogika və s. geniş nüfuz etdi. Onun banisi Avstriya psixiatrı və psixoloqu Zigmund Freyddir. Freydin adı ilə cərəyan freydizm adlanır. Freydin özü isə onu psixanaliz adlandırırdı. Freyd əvvəlcə praktik həkim, nevropatoloq və psixiatr kimi fəaliyyətə başlamış, bir sıra maraqlı faktlar müəyyən etmiş, indi də psixologiyada geniş işlənən müxtəlif anlayış və terminləri işləmişdir. Məsələn, frustrasiya, identifikasiya və s. Freydə görə insan davranışı ictimai inkişaf qanunları ilə deyil, irrasional, latınca ağılla idarə olunmayan deməkdir. İrrasional, şuursuz psixi qüvvələr tərəfindən idarə olunur. İnsan güya öz mühiti ilə həmişə gizli müharibə vəziyyətində olur. İntellekt bu təhdəl şüuri qüvvələri, instinktiv meylləri başqalarından gizlətmək üçün aparatdır. İnsanın bütün hərəkətlərini, bütün tarixi və ictimai hadisələri Freyd şuursuz meyllərin təzahürü kimi təhlil edirdi. Behaviorizm cərəyanının tarixi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Edward Thorndike'ın heyvanlar üzərində apardığı tədqiqatlarla başlayır. Lakin buna baxmayaraq həmin cərəyanın nəzəri lideri John Watson hesab olunur. 1913-cü ildə Psixoloji Xəbərlər jurnalında Watsonun "Psixologiya behaviorist onu necə görür" adlı məqaləsi nəşr edildi. Məqalədə stimul-reaksiya behaviorizmin əsas devizi kimi elan olundu və həmin cərəyanın başlıca ideyaları şərh edildi. Buna görə də sonralar həmin məqaləni behaviorizmin manifesti adlandırdılar. Behaviorizmin əsas müddəaları bunlardan ibarətdir. Psixologiya güya şuuru deyil, davranışı öyrənməlidir. Psixologiyanın əsas vəzifəsi yalnız müxtəlif şəraitdə davranışın qanunauyğunluqlarını, qıcıqla orqanizmin cavab hərəkətləri arasındakı asılılığı öyrənməkdən ibarətdir. Behavioristlərə görə davranış ancaq xarici stimullarla şərtlənən sekretor və əzələ reaksiyaları ilə təşkil olunmuşdur. Davranışın təhlili ciddi surətdə obyektiv xarakter daşımalı və bütün təbii elmlərdə olduğu kimi zahirən müşahidə olunan fenomenlərlə məhdudlaşdırılmalıdır. Beləliklə, burada stimul və reaksiya arasındakı əlaqəni davranışın vahidi kimi qəbul edir, psixika və şuuru isə psixologiya elminin predmeti kimi inkar edirdi. Təsadüfi deyil ki, burada psixikasız psixologiya adlandırırdılar onu. Behaviorizm mexaniki nəzəriyyədir. O, insanın davranışını xətti determinizm prinsipi izah edir. Söz obyektiv metoddan danışsa da, əslində onun mahiyyətini təhrif edirdi. Buna görə də akademik Pavlov hələ 30-cu illərin əvvəllərində fizioloqun psixoloqa cavab əsərində behaviorizmi kəskin tənqid etmişdir. Qısa müddət ərzində Amerikan psixologiyasının əsas cərəyanına çevrildi və Avropa ölkələrinə də yayıldı. Bu isə təsadüfi deyildi. 20-ci yüzilliyin əvvəllərində psixologiyanın nailiyyətlərindən praktik məqsədlərlə istifadə olunması məsələləri kəskin surətdə qarşıda dururdu. Lakin bu cərəyan metodoloji cəhətdən nöqsanlı olduğu üçün artıq 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində onun daxilində yeni müstəqil istiqamət əmələ gəldi. Neo-behaviorist, Yunanca neo yeni deməkdir, cərəyanı formalaşdı. 20-ci əsrin əvvəllərində Amerikada yaşamış və müasir psixologiyanın ən başlıca cərəyanlarından birinə çevrilmiş behaviorizm 60-cı illərin əvvəllərindən etibarən əhəmiyyətini itirməyə və tədricən koqnitiv psixologiya ilə əvəz olunmağa başlamışdı. Son 15 il ərzində koqnitiv psixologiya Amerika psixologiyasının aparıcı
istiqaməti kimi nəinki behaviorizmi əvəz etmiş, həm də bir sıra ölkələrdə geniş yayılmışdır. Kognitiv latınca bilik idraç deməkdir. Kognitiv psixologiya 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində əmələ gəlmişdir. Onun əsasını belə bir müddəa təşkil edir ki, psixoloji proseslərin cərəyanında və insan davranışında biliklər, kognitiv konstruktorlar həlledici rol oynayır. Bu baxımdan kognitiv psixologiya hafizə və təfəkkürün təşkilində biliklərin rolunu öyrənir. Bununla bərabər həmin cərəyan şəxsiyyəti, fərdi fərqləri, emosiyaları və s. kognitiv nəzəriyyə baxımından təhlil edirdi. Əslində isə bugün kognitiv psixologiyada irəli sürülən əsas problemlər Sovet psixologiyasında çoxdan öyrənilməyə başlamış və bu sahədə aparılmış fundamental tədqiqatlar dünya psixologiya elmini zənginləşdirmişdir. Kognitiv psixologiyanın əsas banelərindən biri hesab edilən professor Nesserin İdraç və Reallıq kitabına yazdığı giriş məqaləsində düzgün olaraq qeyd edirdi ki, kognitiv psixologiyanın idraç proseslərinə yanaşma tərzinin bəzi momentləri bizim psixologiya və fiziologiyada uzun müddət ərzində inkişaf etdirilən görüşlərə yaxınlaşır, demişdir Velçkovski. Lakin Sovet psixologiyasında bu məsələlərin qoyuluşunda və həllində prinsipial fərqləri də özü göstərirdi. Sovet psixologiyasında biliklərin formalaşması prosesi insanın praktik və nəzəri fəaliyyətinin öyrənilməsi zəminində təhlil edilirdi. Kognitiv psixologiya isə insanın davranışında biliklərin rolunu formal baxımdan aydınlaşdırır, şəxsiyyətin kognitiv strukturları ilə şərtlənən motivləri, sərvət meyillərini əslində inkar edir. Kognitiv psixologiya müxtəlif istiqamətlərdə aparılan ayrı-ayrı tədqiqatları vahid konseptual əsasda birləşdirə bilmədi. Behaviorizmin və başqa psixoloji cərəyanın böhranlardan qaldırmaq sahəsində ona bəslənən ümidləri mahiyyət etibarilə doğrultmadı. Humanist psixologiyada 50-ci illərin əvvəllərində Qərbdə xüsusən Amerikan psixologiyasında behaviorizm və freudizm cərəyanlarına reaksiya kimi əmələ gəlmişdir. Onun baniləri Rogers, Allport, Maslow belə hesab edirdilər ki, behaviorizmdən və freudizmdən fərqli olaraq humanist psixologiya elmində üçüncü yoldur və ya üçüncü qüvvədir. Humanist psixologiyanı başqa sözlə ekzistensial, latınca eks və istensial mövcud olmaq deməkdir. Eksistensial psixologiya da adlandırırlar. Humanist psixologiya insanı hisslərlə yaşayan varlıq kimi götürür. Onların fikrincə, insana öz imkanlarını həyata keçirmək üçün kömək etmək lazımdır. Humanist psixologiya bu köməyi psixoterapevtik aspektdə təhlil edirdi. Onların fikrincə, insan psixoterapevtə xəstə kimi yox, müştəri kimi müraciət etməli, onu narahat edən, həyəcanlandıran problemləri özü həll etməlidir. Həyatının mənasını başa düşməlidir. Psixoterapevt isə ancaq məsləhətçi funksiyasını yerinə yetirməlidir. Təsadüfi deyil ki, humanist psixologiya ən çox psixoterapiyada yayılmışdır. Onun əsasında ümumi psixoloji nəzəriyyə təşəkkül etməmişdir. Təkcə bu fakt onun birtərəfli cərəyan olduğunu göstərir. Əsl psixoloji cərəyan heç də təkcə xəstələr və ya defektli adamlar üçün tətbiq olunmaqla məhdudlaşa bilməz. Humanist psixologiyanın elmi metodoloji baxımından ən başlıca nöqsanı ondan ibarətdir ki, o şəxsiyyətin təşəkkülünün ictimai tarixi amillərlə şərtləndiyini qəbul etmir. Onun istinad etdiyi humanizm mücərrəd humanizmdir. Sovet psixologiyası. Böyük Oktyabr sosialist inqilabından sonra Rusiyada psixoloji fikrin inkişafında yeni tarixi mərhələ başladı. Çünki ölkədə yeni ictimai quruluş, insanlar arasında yeni sosial münasibətlər bərqərar oldu. SSR-nin yaranması ilə xalqların yeni ictimai tarixi birliyi əmələ gəldi. Vahid ideologiya ilə birləşən bütün Sovet xalqları ölkədə iqtisadi və sosial tərəqqini təmin etməklə elm və maarifin inkişafında da çox ciddi təkan verdi.
Bu zəmində başqa elmlərin coşqun sürətdə inkişafı ilə yanaşı, əsl elmi psixologiya yarandı və inkişaf edirdi. O, psixoloji fikrin zənginləşməsində mühüm rol oynamışdı. Vygotsky 1927-ci ildə göstərdi ki, yeni cəmiyyət yeni insan yaradacaqdır. Gələcək cəmiyyətdə psixologiya həqiqətən də yeni insan haqqında elm olacaqdır. Yeni insanın psixologiyası özünün bu böyük tarixi vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmişdir. Bu dərin ictimai tarixi kökləri olan tamamilə qanunauyğun elmin nailiyyətidir. Çünki gənc Sovet dövləti qabaqcıl materialist elmin inkişafına gündəlik qayğı göstərirdi. 1918-ci ildə Xalq Komissarları Soveti Dövlət Beyin İnstitutunun yaradılması haqqında qərar qəbul etmişdi. İnstitutun rəhbəri məşhur rus alimi Bexterev idi. Sovet hakimiyyətinin ilk illərində Xalq Maarif Komissarlığı nəzdində Psixoloji Tədqiqatlar Bürosu, Moskva Psixologiya Laboratoriyası və s. təşkil edilmişdir. Sovet psixologiyasının inkişaf yolu metodoloji cəhətdən aydın idi. Psixika və şuur haqqında Marks və Engels tərəfindən yaradılmış dialektik materialist təlim Leninin əsərlərində inkişaf etdirirdi. O elə 1984-cü ildə Xalq dostları nədir və sosial demokratlara qarşı onlar necə mübarizə edirlər əsərində metafizik psixoloqlardan fərqlənən yeni tipli tədqiqatçı kimi alim psixoloqun xarakteristikasını vermiş və böyük uzaqgörənliklə elmi psixologiyanın gələcək inkişaf yolunu göstərmişdi. Onun fikrincə, psixi prosesləri ayrıca aydınlaşdırmadan ruh haqqında mühakimə yeritmək olmaz. Burada tərəqqi məhz ondan ibarət olmalıdır ki, ruhun nə olduğu haqqında ümumi nəzəriyyələr və fəlsəfi müddəalar bir yana atılsın, bu və ya başqa psixi prosesləri xarakterizə edən faktların öyrənilməsi elmi zəmin üzərində qurula bilsin. 1917-1931-ci illərdə birinci dövr Sovet psixologiyasının ən mühüm vəzifəsi idealist psixologiya ilə mübarizə aparmaq olmuşdur. Onun əsasını və başlıca istiqamətini psixologiya uğrunda mübarizə təşkil edirdi. Birinci dövrdə Sovet psixologiyasının özünün bu tarixi vəzifəsini müvəffəqiyyətlə yerinə yetirdi. İkinci dövr 1931-1945-ci illər kapitalist ölkələrində psixologiya sahəsində əmələ gəlmiş böhranın elmi tənqidi təhlili, freydizmlə mübarizə şəraitində psixoloji nəzəriyyənin metodoloji məsələlərinə xüsusi diqqət yetirilir, fundamental tədqiqatlar aparılır. Lakin Böyük Vətən müharibəsinin başlanması psixoloji tədqiqatların da istiqamətini dəyişdi. Müdafiə əhəmiyyəti olan hərbi hospital psixologiyası problemlərinin tədqiqinə xüsusi fikir verilirdi. 1945-1960-cı illərdə üçüncü dövr Sovet psixologiyasının metodoloji nəzəri prinsiplərinin işlənilməsi yeni mərhələ başlanmasıdır. Eksperimental tədqiqatlar geniş vüsət alırdı, psixikanın reflektor konsepsiyasına xüsusi diqqət yetirilirdi. Ölkənin müxtəlif universitetlərində və bəzi pedaqoji institutlarında yüksək ixtisaslı psixologiya mütəxəssislərinin hazırlanması dövrün salnaməsində xüsusi yer tutur. Dördüncü dövr 1960-cı illərdən sonraki dövrdə psixologiya elminin ictimai praktika ilə əlaqəsi daha da güclənir. İnsan haqqında elmlər sistemində psixologiya mühüm yer tutmağa başlayır. Psixologiya elminin bir çox yeni sahələri təşəkkül edir. Akademik Leontyevin Psixikanın İnkişaf Problemləri əsəri Leninin mükafatına layiq görülür. 1971-ci ildə SSRİ sistemində Psixologiya İnstitutunun yaradılması psixoloji tədqiqatların inkişafında mühüm rol oynadı. Sovet psixologiya elminin inteqrasiyası və diferensiasiyası əslində yeni mərhələyə qədəm qoydu. Sosial psixologiya daha sürətlə inkişaf etməyə başladı. Yeni sahələr, mühəndis psixologiyası, kosmik psixologiya və s. yarandı. Əmək və idman psixologiyası və s. genişləndi. Psixologiya elminin ayrı-ayrı sahələrinin metodoloji nəzəri məsələlərinin öyrənilməsinə xüsusi diqqət yetirildi.
Hər bir psixoloji tədqiqatın səmərəliliyini müəyyən etmək üçün yeni prinsiplər irəli sürüldü. Nəzəriyyə, eksperiment və praktikanın vəhdəti elmi-texniki tərəqqi dövrünün mühüm tələbinə çevrildi. Vaxtilə eksperimental psixologiya, psixologiya elminin bir sahəsi kimi təşəkkül etmişdi. Bu gün eksperimental metodlar psixologiyanın bütün sahələrinə nüfuz etmişdir. Müasir Sovet psixologiyası qüdrətli eksperimental psixologiyaya çevrilmişdi. Riyazi psixologiya haqqında da eyni sözləri demək olar. 20-ci illərin əvvəllərində bir çox müəlliflər riyazi psixologiyanı psixologiyanın bir sahəsi kimi nəzərdən keçirirdilər. Elmşünasların proqnozlarına görə yaxın gələcəkdə psixologiya elminin bütün sahələri riyaziləşəcəkdir. Sovet psixologiyasında bu proses artıq özünü aydın şəkildə göstərirdi. Müasir dövr psixologiyasında müxtəlif məktəb, cərəyan və istiqamətlər behaviorizm, freydizm, humanist psixologiya, kognitiv psixologiya mövcuddur. Sual olunur, psixologiya elminin tarixi və inkişafı məntiqi baxımdan Sovet psixologiyasını da məktəb, cərəyan və ya müəyyən istiqamət hesab etmək olarmı? Məşhur Sovet psixoloqu Vygotsky hələ 1927-ci ildə yazdığı Psixoloji böhranın tarixi mənası adlı fundamental metodoloji tədqiqatında həmin suala tam qətiyyətlə mənfi cavab vermişdir. Onun fikrincə, sözün həqiqi mənası və işin mahiyyətinə görə bizim marksist psixologiya termini